Azərbaycan idmançılarının bu il dünya çempionatlarında çıxışlarına baxsa, ancaq 4 idman növünü qeyd etmək olar. Güləş 8 medal, judo 3 medal, boks 2 medal və taekwondo 1 medal. Qalan o birləri heç nə, 0. Və bu 14 medalın arasında ancaq 6-sı 50%-dən də aşağıda. Azərbaycan idmançılarının, öz idmançılarımızın xeyrinə yazılmalıdır. Onların arasında yeganə qızılı Ülvi Qanizadə gətirib. Və belə baxanda digər 8 medalı qeyd etsək, Dağıstanlar, Asetinlər, Gürcüstan, Kuba və Özbəkistan. Bu ölkələrin legionerləri bizə medal veriblər. Amma unutmasınlar ki, onlar legionerdirlər və bizə onlar qızıl medal gətirməlidirlər. Adım bürünc medalla heç kimin başını allatmamalıdır. 3 ildən sonra isə Olimpiya oyunları gələcək və federasiyalar 4 il ərzində gördükləri işdən danışacaqlar. Birinci il heç nə. 14 medal çox zəif nəticə.